Möhtərəm müsəlman qardaşlarım, Allah-u Teala'nın bizlərə bəxş etmiş olduğu ən üstün və ən dəyərli neymət iman neymətidir. Bu neymət bizim dünya və axirət xoşbəxtliyimizi təmin edəcək yeganə ünsürdür. Çünki iman sayəsində biz dünyada başımıza gələnlərə səbr etməklə bərabər, əbədi həyatda bizə veriləcək insan ağlının dərk edə bilməyəcəyi üstünlüklərə sahib olacaq. Bu dünyada gözümüzlə gördüyümüz gözəlliklərə baxıb, qəlbimiz huzur tapır və rahatlamağa çalışırıq. Amma cənnətin gözəlliklərindən isə xəbərimiz yoxdur. Allah-u Teala'nın bizlərə, yəni ona və axirət gününə iman gətirənlərə cənnətdə nələr hazırladığından bixəbərik, qardaşlarım. Allah Resulü sallallahu aleyhi və səlləmin bizlərə çoxlu sayda nəsiyyəti var cənnətə girmək üçün. Amma bugün istərdim ki, sizə bu nəsiyyətlərin içərisində hamımızın həyatında var olmaqla bərabər hər birimizi narahat edən bir məsələni xatırladım. Allah Resulü sallallahu aleyhi ve sellemin yanına ən çox sevdiyi sahabələrindən birisi olan Əbu Darda radiyallahu anh gəlir, deyir ki, ya Resulallah, mənə cənnətə girməyim üçün asan və rahat bir şey öyrədə bilərsənmi? Deyir, əlbəttə ki, qəzəblənmə. Allah Resulü sallallahu sahabəsi təkrar bu sualı verir və hər dəfə eyni cavabı alır. Qəzəblənmə, deyir Allah Resulü sallallahu. Qəzəb, dəyərli qardaşlarım, bizim axirətimizə ziyandır. Çünki niyə? Qəzəblənirik, sonradan peşman olacaq sözlər deyirik. Allahın kitabı, onun rəsulu və onun dini haqqında. Qəzəblənirik, evdə ailəmizlə münasibətimiz pozulur, övladla münasibət pozulur, ailəmiz dağılmaq həddinə gəlir, bəzən də dağılır. Qəzəblənirik, müsəlman bir qardaşımızın qəlbini qırırıq, incidirik və onu həqiqi mənada bu dünyada əziyyət çəkməsinə, mənən sıxıntı çəkməsinə səbəb olur. Baxın, əziz qardaşlarım, Allah'a və axirət gününə iman edən dəyərli qardaşlarım, İslam dini o qədər möhtəşəm bir dindir ki, bu dində biri-birimizi edəcəyimiz zarafatda riayət edəcəyimiz çox diqqətli məsələlər var, önəmli məsələlər var. Bir gün sahabə zamanında məsciddən çıxışda sahabələrdən birisi digər sahabənin ayaqqabısının bir tane gizlədir. Sahabə namaz çıxışında ayaqqabısını axtarıb tapa bilmir. Sonra müsəlman qardaşı gəlir, ona təbəssüm edir ki, məndədir, səndən zarafat edirdim. Bunu kənardan görən Allah Resulü sallallahu bilirsiniz nə deyir? Sən qiyamət günü o qardaşlığa yaşatdığın bir neçə saniyəlik və dəqiqəlik həyəcan hissinin hesabını Allaha verəcəksən. Subhanallah, qardaşlar. Bir müsəlmana yaşatdığımız nə olursa olsun, qəzəblənib qəlbini mi qırdıq? Hesabını verəcəyik. Qəzəblənib həyat yoldaşımıza əl mi qaldırdıq? İncitdik mi? Hesabını verəcəyik. Qəzəblənib ən yaxın bildiyimiz canımızın parçası olan övladımıza nalayiq sözlər deyib, təhqir edib, onun qulağını dartıb, nəsə bir şey etsək, qiyamət günü Allah hesab verəcək. Və mən açıq deyim mi sizə, qardaşlar? Həqiqətən də sözlə, qəzəblə vurduğun zərbə və ziyan qarşı tərəfdən tam mənası ilə təmir olunmur. O qəlb qırılanda onu tam təmir etmək mümkün deyil. Buraxın qəlbi. Ya qırdığınız bir əşyanı eyni şəkildə gətirib üstünə yapışdıranda parçalarını və hissələrini tam olmur. İzləri qalır onun. Üzr istəməklə, halallıq almaqla keçirmi? Keçmir.
Qəzəbin törətdiyi fəsadlar, qardaşlarım, insana baha başa gəlir. Ona görə Allah Subhanahu taala Quran-ı Kərimdə açıq-aşkar deyir ki, qəzəblənməyin. Qəzəblənməyin. Müttəqilər kimlərdir? Müttəqilərin sifətlərindən Quran-ı Kərimdə bir çox ayədə bəhs olunur. Və onların gedəcəyi yerdə bəllidir. Al-İmran surəsinin 133-cü ayəsi var. Baxın, qardaşlar. 132-134 albadal gedir ayələr. Deyir ki, genişliyi göylər və yer qədər olan, sizin üçün hazırlanmış Allahın cənnətinə, Allahdan bağışlanma olaraq tələsin deyir. Və səri'u deyir Allah Subhanahu taala, tələsin deyir, qaçın. O müttəqilər kimlərdir deyir? Varlıqda və darlıqda mallarını Allah yolunda xərcləyər və həqiqətən də bağışlayarlar, bağışlayan olarlar. Amma biz qəzəbdən gözümüz o qədər dönür ki, önümüzdəkinin kimliyi unudulur bizim üçün. Biz bilmirik artıq o kimdir. Şeytan isə bizə ən yaxın, şeytanın bizə ən yaxın halı qəzəb anıdır. Qəzəblənərkən şeytan bizim yanımızdadır. Qucaqlayır bizi, bizə dəstək olur, vəsvəsə verir və daha çox zərbə vurmağa təşviq edir bizi. Bəs biz özümüz, yaxşı, qarşı tərəfi düşünmədik. Özümüzü düşünmürükmü, qardaşlar? Açın, baxın, elmi və tibbi araşdırın. İnsanın qəzəbdən meydana gələn hüceyrələrin ölümü yenidən bərpa olunmur. Biz birinci zərbəni qəzəblənərkən özümüzə vururuq. Sonra da qarşı tərəfə vururuq. Bəs niyə əsəbləşməyək? Elə bir zamana gəlmişik ki, qəzəblənməmək, inanın, çox çətindir. Mən hamımızı çox gözəl başa düşürəm. Həyatdır, get-gedə daha da çətinləşir. İmtihanlar daha ağır olub. Dünya üstümüzə bütün yükünü çöktürüb bizim. Amma və lakin Rasulullah s.ə.v nə deyir? Deyir ki, qəzəbləndiyin zaman birinci sənə onu təşviq və təlqin edən, vəsvəsə verən şeytanı qovacaqsan. Əuzu billahi minəşşeytanirracim deyəcəksən. Daha sonra isə qəzəblisənsə, ustasənsə otur. Qəzəblisən sus, danışmamaq lazımdır. Və dua etmək lazımdır ki, Allahım, sən mənə qəzəbli halda dilimə, əlimə sahib çıxmağı nəsib et. Çünki qəzəbdən insan dili ilə və əli ilə geri dönüşü mümkün olmayan səhvlər eləyə bilər. Qəzəbdən sığınmağın digər bir yolu isə dilimizi Allahın zikri ilə daima islaq halda tutmalıyıq. Bu qəlb dediyimiz bizim mənəviyyatımızın kökü olan yer yalnız və yalnız Allahın zikri ilə rahatlıq tapır, dəyərli qardaşlarım. Bu Quran ayəsidir. Biz qəlbimizi Allahın zikri ilə doldursaq, ora şeytan vəsvəsə verə bilməyəcək. Biz dilimizi Allahın zikri ilə islaq halda tutsaq, davamlı onu zikr etsək, əsəbləşəndə də ağzımızdan ilk çıxan kəlmə La havlə və la quvvətə illə billahil aliyyil azim zikri olacaq. Əstəğfirullah və ətubu iley zikri olacaq. Hər şey özümüzdən asılıdır. Allah Subhanahu taala bizə doğru yolda olmağımız üçün və sabit qalmağımız üçün hər şey verib. Qəzəblənməyin, dəyərli qardaşlarım. Qəzəblənməyin, özünüzü və sevdiklərinizi incitməyin.